Qızlar, hər vaxtınız xeyir olsun. Yeni vlogdan sizləri salamlayıram. Əsi ilə gəlmişik Əcəmiyə. Əcəmi şkol yadıma düşdü. Hə, Əcəmidə qızlar, düz elə bura haradır? McDonald's-dan üzbəüz, İrşadın içində Sinsay var. Bilirsiniz də, neçə dəfə çəkmişəm bu Sinsay sizin üçün. Yenə gəldik ora ki, buradan gedək Əsi. Hə, yenə gəldik Sinsaya, dedik Sinsaya baxaq. Elə bugün burada bir-iki işimiz var, onları həll eləyək Əsi ilə. Əsi qızı. Qızlar, inanın, ayağım elə qaşınır. Bütün adı nədir? Baxın, allergiya olur. Elə. Bu bilirsiniz nədir? Məni ağzı qanat yeyib, üstünə qoyub. Gedək Sinsaya görək. Bəlkə alışveriş eləyərəm, qaşıntım gedər. Hə, qızlar, burada Sinsayda. O biri vlogumda gördünüz də Sinsaydan nə qəşəng fincan aldım. Bu görək. Aha. Deyəsən bu şeylərdən gəlib. Mən güdürəm qızlar boydiləri. Bu materialda boycu almışam buradan. Çox qəşəngdir. Onun qarasını axtarıram ki, qarasında alam. Sağ olun da. Əl vururam. Maşallah əl vurdum. Hər şey çiçək açır. Görək. Belə materialdadır qalanda. Dibirəm. Elə də istəmirəm də bu material. Necə səhv elədim qızlar mən. Bu materialda götürmədim. İndi hər rəngi var, qarası yoxdur. Bej rəngini almışam mən. Qarasında axtarıram bu. Qollu mollu var. Qolsuz bir dənə bej yoxdur. Bej deyirəm, qara. Yoxdur, hər yer axtarıram, yoxdur. Şalvarlarına bax elə çiçəkli. Əs belə çiçəkli şalvar istəmirsən. Sonra görək nə var. Bunlar qəşəngdir. Postulağın qol kəsimi çox açıqdır. Bu yaxşıdır, bax, çox qolu pis kəsilib. Çox açıq, ürəyin başına kimi. Bu da qəşəngdir, görə. Belə, paltarları, qızlar, bəziləri çox qəşəngdir. Bəziləri heç çox deyil də. Belə bir nəni materialdır ki, ölüb deyil bir materialı. Qəşəng deyil. Elə bir sən yusan ağaracaq. Elədir. Belə. Qızlar, belə süfrəmi hazır eləmişəm. Qızlar, qırmızı, yaşıl, sarı bibər uzun-uzun doğramışam. İçərisinə xiyarı nazik-nazik doğramaq lazım idi, belə doğramışam. Sonra qarğıdalı dənəsi, qaynar halda fileni mikserlə didirəm. Fileni də qatmışam belənçinə. İstəsəniz buna zeytun yağı, limonla da servis edə bilərsiniz. Mən çox vaxt bunu iki cür servis edirəm. Amma bu dəfə ikisində mayonezlədim. Belə servis elədim. Qızlar, belə bir dekor almışdım. Buz istiyordu. Bura belə elədim. Mənim əslində bu Trendyoldan aldığım çəngəl bıçaq, çəngəl qaşıq, belə bıçaq falan da var. Mən ilk dəfə də istifadə edirəm qızlar bu arada bunu. Düşündüm belə gümüşü istifadə edeyim və ona uyğun da hər şeyi çalışdım. Belə olsun, məncə qəşəng görsənir. Bu da həmin bu qaynanam gildən, yəni nənə keçmişdən olan bu güldan. Qaynanam deməyim də Əsmən anası gildən gəlib. Çox qəşəng belə. Bunu da ki, yoldaşım da iş görür deyənə tez dağıdıb, qoyum onu yerinə. Çörəyimi falan da gətirim. Bu cür belə. Qızlar, süfrəm hazır. Yaşıl tonları bu gün tərcih elədim. İndi aşı ilk dəfə həyatımda şahplov hazırlamışam. Qızlar, o da görüm necə çıxacaq. İlk dəfə yəni prov edirəm. İnşallah ki, yüzüm ağ olar. Çox narahatam biraz, düzüm desəm. Mən qalmışam bir kənara, Elmar baxır ütü işlərə. Asistent deyil. Asistenti yox. Ben muhasibatlık için bugün gördüm. Elektron daimi istəyirdi. Hər bir şey. Bu arada ilk dəfə sizin üçün Şam pişirmişəm. yandırardıq. Söz vermişdim də, qalmışdı həvəsdə. Ham bugün nəsə tutduğu sözləri. Sağ olsun. Halal olsun dayıoğlu. Doşa balsan balsın verir. Ha? Doşa balsan balsın. Çevrende de çəkdi. Yox, yox heç. Ay, elə əsas Risk oldu da. eləmirdim deyənə. Əsas Korkurduk.
Qorxurdum, həyəcanla çevirmişəm. Biraz iridir, hə? O balacadır buna. Nəysə, bir aralıya. Amma çox İçində də qəşəng qəşəng görsənir. şabalıqlı bir şeylər var. Nə gözəl, nə gözəl. Ver bir takım. İçində şeylə batır. Gəl. Süfrəni yeşənə ye. Yeməmişsən, qaz ətini bilmirsən ləzzətini. Deyir səni qaz əti yeyirsən, yox. Saf. Süfrənin gözəlliyinə baxır. Doşa baxsan balçığı Mənə verir. baxayım, yəni hava yeri orada danışma, o da öz səsini yayacaq, bizim səsimizi bağlayır. Düz deyil, ha? Hə. Sür. Qızlar hazırlaşdıq, hə də gedirik almağa. Hazırlaşdıq, qızlar gedirik biz bugün. Sumqayıtda yenə diş həkimi yoxlanışımız var, ora. Gəl. Hazırlaşmışam. Gəl. Rasim bu yana, Rasim bu yana. Gəl, Abbas gəl. Gəldik tanışdıra, avtobusa bilməmişdən qabaq dedik bir iki şey götürək. Var yolda yesinlər. Gəl, yeyiblər, yemək əslində yedizdirib çıxartmışam. Prosta yenə də yolda gedəndə bir şeylər götürürlər özlərinə. Şirin baş. Düşəs istəyirsən? Gəl. Kardeşim gelmeyeyim. Bebekten yedirsin canım. Onda bu haberi vereyim ona da. Sağ ol demirlər, maç elə də bəs bir-birinə. Yavaş. Allah ziyan vurarsan iki konfete görə. Yetersen peki. Yaxşı bunu. O değilse ters gelini başkası. Onlara ve sağlıklı. Olmadı elində gərək. Ama sen sağlıklı. Səsin al deyil, nə? Səsin al, yəni səsin verir demək. Yox, fıs gəlir orada səs. Bunu qutdan ancaq şökləbdən olur. Şimdi Çi deyiləm, o günlər deyil, çi deyiləm. Şey zaten yok değil. Hiç değilim ya. Dəhşətdir. Yaşlı kız sünni ya. Gəlmişik sushi yeməyə. Fərəhə. Oo, sağ ol da. Sağ olun. Sağ olun. Dayan, verirəm gözlə. Dedim qızlar, sizlə belə də salamlaşın. Abbasın dişi şükür Allaha hələlik qurtardı. Mən karyesin falan, diş dibilə şüşbəsin falan hamısını düşünüm. İndidən yana apardım ki, onlar olmasın da yaxşıdır. Amma Rasim üçün həkim, inansız qızlar, yəni Rasimin diş prosesi mənim üçün bir travmada, yaşantım boyu özümü bağışlaya bilməyəcəyim bir situasiyadır. Çünki gərək əvvəldən nəzarətində saxlayardım. Yəni bir boşluq, yəni Rasimin həyatındakı bir boşluq bütün gələcəyini dəyişdirdi. Yəni yemək alışqanlıqların, hər bir şeyini dəyişdirdi. İndi bu dəqiqə, yəni avqust ayında lastik deyiblər, ağzından taxılacaq, 1 il yarım falan qalacaq ağzında. Yəni o necə olacaq? Saxlan özü deyir ki, həkimi biraz narahat uşaqdır da, yəni narazı uşaqdır Rasim. Onu o necə saxlayacaq? Yəni o da elə bir şeydir ki, qızlar damağa taxılır, ortodont falan. Bəlkə mənimlə qəribləşər amma hələ çox özünə demə yanında. Demirəm müştəri, deyir. O nə bilir lastik nədir? Ağzının altına salırsansa, yemək yeyəndə çıxartmalıdır. Təsəvvür edin, taxmalıdır, yemək yeyəndə çıxartmalıdır. Yəni bunu 6 yaşlı uşaq necə eləyəcək, inanın fikir götürüb mənim. Əsmər deyir ki, Mehriban narahat olma, onun oğluna da taxıblarmış o vaxtda. Deyir, yəni narahat olma, ola bilsin ki, yaxşı qəbul elədi də, öyrəşdi.
Görəyik inşallah. Yəni bunu da görəcəyik, bunu da təcrübə eləyəcəyik inşallah. Belə söhbətlərinə gəldim. Çevirdi. Elbi koyar ha. Gelme gelme. Ay geldim bak. Ama sen zaman Söyle. Oh ne güzel. Bir yakalamak söylesin. Ne güzel sen haydi. Seni bu hayal öyle olmalıydı. Aziz, hem de hanım. Qızlar, məndə ümumiyyətlə adətdir. Mən dondurma sevmirəm ki. Qəribə bir insanam da. Yəni yay olanda barmaqdan sayılacaq dərəcədə dondurma yeyirəm. Bəzən heç elə yay olub ki, heç yeməmişəm. İndi axşam çıxmışıq çölə, Sumqayıtda. Hər yer bağlandı, heyf. Abasa baxın, gəlir. Hə, indi evə gedəcəm, getməmiş bir-iki dənə bir şey var. Dedik, qoy alaq Sumqayıtdan. Bir dəfəlik gedək, apmam aparsın, qoysun mənə, gəlsin. Belə bağlanıb hər yer. Gəl. Mən də çiləkli milla götürmüşəm. Bacım yemiş. Bugün şirniyyatı falan çox abartdıq deyənə yemir. Mən Sumqayıta gəldimsə, Ordubata dəyməmiş, gedə bilmirəm də. Ordubat Sumqayıtda ən sevdiyim marketlərdən biridir də. Yəni qiymət baxımından, ümumiyyətlə səliqə səhman baxımından çox qəşəngdir də. Yəni çox qəşəng. Bacım burada bir şey görüb ona baxacaq. Mən də arada istifadə edib tez bazar dedim gəlim ki, bir-iki şeyə mən də baxım burada. Keç ömrüm. Gel bu tarafa Rasim, sola. Bəh. böyle olanda bunu süreceğim. İnşallah. Tamam, böyüyəndə sürərsən inşallah. Tamam. Ne güzel olar. Bunu çox bəyəndim. Amma mən bu altının bu söhbətinə görə xoşum gəlmir də bunlardan da. Ne söz gəldin lan dostum? Hə. Bunu bəyəndim. Geçək daha gülü. Çöydü. 56 mənə. Geçəkdir. Bizim nigahımız Heydər Əliyev mərkəzinin qarşısında video, yəni foto sessiyası olub da nigahımızda. Və keçməyək. Hə, keçdik. Və çoxdandır bu yaraşıqlıqlar. İmkan vermədi səsi. Ora getmək istəyirdim, çox istəyirdim ki, gedək. Getdim. Bugün biz də hazırlaşmışıq. Gedirik, atalı, balalı, oranı görək. Amma birinci gəlmişik Nərmanovda Metroparka deyək, uşaqlar yemək yesinlər, doysunlar. Sonra duraq gedək oraya, oranı gəzsinlər. Belə. Qəşəng. Belə, mən də belə hazırlaşmışam. Qəşəng. Yo batma. Abbas gözden ana vereceğiz. Neredesin benim? Ha vereceğim. Şurada da vereceğim. Sağ ol. Sweet sağ ol. Burada tut. Gəlmişik dostlar kafeyə Love City, şəhər yeməyini yedik. Burada o qədər gözəl məkandır. Nərmanov Metroparkın içində yerləşir. Uşaqlar, qız uşaqlar üçün daha yaxşıdır, düzdür. Gördün soyuyor. Değil mi əmin? Buna baxın qızlar. Sonunda bizə təklif elədilər. Lavista qızları. Yeməyimizi yedik. Al, bir də səni. Gətirəsin Abbas. Çamları durma. O şekil var mı tam? Nedir? Sakız mı? Yoldaşım işlə əlaqədar gedəcək deyənəm. Ona görə onun üçün bir şeyə baxdım buradan. Baxırıq, bir şey seçib qoymuşam. Görək nə baxıb, nə bəyənəcək. Bu arada özümdə göstərim istəyirəm. Qəşəng sözlər yazmışdınız. Post silindi. Bu mahnıya görə post sildi yenə. Instagram. Bu nə gözəl materialı var.
Aa, bu geçeniydi. Rengi de güzeldi. Görek gelsin. Beyefendimiz beğenince bunu görek. M, XL. Görek XL. S, L, M. Ayda. Gelsin görek. 3XL. Ayda bu geçeniydi. Ama XL'in tapsam əla olar. XL'de ölçüsü. Baba geçen paltardı. Böyle bir köynəyi gördüm, çok hoşuma geldi. Qiyməti 15 manat idi. Uşaqlara götürdüm hərəsində bir dənə. Yaşdım kətan köynə şalvarlar almışam amma mən Forte'dən. Onlardan dəstləşdirərəm. Belə ümumiyyətlə burada belə də köynəklər var. Bunlar da qəşəngdir, amma nəsə bu rəngini çox bəyəndim. Burada beləsi var, şortiki ilə bir yerdə dəsti 36 manatdır. Belə 36 manata dəstlər var. LCD bu arada. Pijamalar falan, nə ümumiyyətlə dəstlər var. Maraqlı. Hoş geldiniz. 50 qəpik. Məhsullarda istifadə bax istədiyimlər belə özümüzdən görürəm. Rahat marketdədir. 70 qəpik. 70 qəpik. Nəhayət qızlar, Rasimin arzusu yerinə yetdi. Biz gəldik Heydər Əliyev mərkəzinə. Neçə illi gəlmişsən? 2018-də bu yana gəlmişsən. Axırı sonra bizlə bir gəlmişsən. 28-18-də. Neçə ildir gör gəlmirik. Gəl burada dur, burada durun. Burada da gəl. Biz də içərisinə heç girməmişik. İlk dəfədir gəlirik. Yəni, indi girəcəyik. Görək anlayacaq. Ha, bunlar təzə qoyulub, Ona bax hələ o üzdəkinə. Uzanına bax, orada. Tilly ve Mark Shatner oyun kamyası Bridge. O, çeyrəsi də o. Heç nəyə əl vurmarsınız. Yaxşı Rasim içəridə Moçam. Bilet kassa. Burada da bilet kassasıydı. Nara gedirsən? Ox burada xı. Bir bilet kassası. Ona baxın. Maraqlıdır. Bilete gedirik almağa. Bildiyim qədərilə böyüklər fullandı. 6 yaşa kimi uşaqlar pulsuzdur içəri daxil olmağa. Böyle. Gedək. Geçək. Maraqlı. Burada xalça muzeyi. Yox, xalça muzeyi nədir? Heydər Əliyev muzeyi. Çaşdım. Rasim. Böyle. Oyda. Blok kimi paylaşarım bugün onu. Yavaş. El vurmayın ha. Rasim, el vurmayın. Kız kalası. Ayda kızlar ne maral oldu bakın. Maketi. Ah. Xalça muzeyi. Xalça muzeyi. Sonra bu nədir? Baxa, maket çox maraqlıdır. Bu da
Bu nədir? Heydər Əliyev fondu. Sonra, bura çox qəşəng icraatda bu yəqin. Hökumət evi. Mən də yaman belə Bakını tanıyıram, super. Azərbaycan Ali Məhkəmə. Qızlar nə qəşəngdir. Dəmir yol vağzalı. İlk dəfədir də, yəni bunun içərisinə daxil olmaq lazım olduğunu bilmirdim. Nə yalanım, yalancı olmayım. Və mənim favorim qızlar. Memlə Xatun türbəsi. Bilmirəm niyə, buranı çox bəyənirəm də qızlar. Yadca gəlir, Naxçıvandan çəkmişdim sizin üçün. Qız qalası, Qız qalası. İsa bəy Hacınskinin evi. Görürsən oradadır. Dayan görüm. Yazmıyor. Aha, burada məlumat ala bilirsiniz. Azərbaycan dilində Bakıda yerli zadəganların qəşəng, maraqlı qəbullar sarayı. Burada qəşəng. Sonra orada binalar var. O nədir? O binadır. Baxın, bu Qoşaqala qapısı. Əli Yazmalar İnstitutu. Hökumət evini çəkdim. Sonra nədir? Beynəlxalq Muğam Mərkəzi. Xalça Muzeyini dedim. Halbuki ki, Bakı Dövlət Neft Fondu. Baxın, belə böyük. Bura, sonra Kristal Hall meydan, bayraq meydanı. Kristal Hall, gimnastika arenası. Gördüm, Yaşıl Teatr. Akademik Filarmoniya. Gəl orada çəkək də çəkilibi. Gördüm havalimanı. Eliş şeyə əl vurmaq üçün istəyirlər. Da bəsdə. Təzə Pir məscidi. Biz tərəfdən görsənən budur. Bu məsciddir, biz tərəfdən görsənən Elmar. İbət məscidi. Sinagog, Pravoslav kilsəsi. Məryəm Ana Katolik kilsəsi. Bu nədir? Şamaxı Cümə məscidi. Four Seasons Bakı mehmanxanası. Böyükdür o. Bu da alov qüllələri. Böyükdür bu da. Port Baku. Bilgəh Beach. Deyirəm o, bunu tərəfdə olmuşdur. Ne orada? Əl vurmayın uşaqlar. Görsünüz deyir, əl vurmaq olmaz. Orada göstərib əl vurmaq olmaz. Yuxarı da maraqlıdır ya. Burada necə canlıdır. Üzündəki suya kimi, su damlasına kimi düzəldiblər qızlar. Çox maraqlıdır. Ayda o kadar canlı düzəldiblər. Dəridə o belə sudan çıxanda bir cür olur adam. Ona kimi də yəni. Kendal Island, Kendal adası, laklanmış qatran. Adam ürpəşir, elə bilirsən ki, canlıdır. Maraqlı. Gəl, musiqi alətləri. Lefta. Eləmə ra, Abbas, olmaz oğlum. Sergi de müze içinde. Her zaman olmaz. Bak, orada bak videosu var, görsen video. Videonu görsen. Bakmayın. Kavalda. Baba. Burada Mahmut, Mahmut.
Basırsan bunu. Ha, açıldı. Əyləşməyə yeri var. Otursan, otur qulaq as. Kəsən də toxtarında. Bas. Bir gözlə, gözlə. Bas. Gördün? Muğamını seçirsin. Gözlə, gözlə, atada gözlə. Basacağım lan. Hindistan. Al qabaqdan bir də fil sümüyündən hazırlanır. Gəl. Kamançalara baxın. Hər növü var. Nasıl? Gəl. Nasıl? Gəl. Şah, şah. Ha, şah. Sonra. Look, it's a girl from Willy Wonka. Maraqlıdır qızlar. Bu isə Molla Nəsrəddin. Sonra bu kimdir? Karina Russi. Sonra bu kimdir? Müdrik adam. Adel. Çox maraqlı hazırlıqlar həqiqətən bunun. Ziyalı. Nədir? Kalandina Puccicelli. Necə düzəliblər, super oldu. Bu da baxın. Uşaqlara çox maraqlıdır. Qoçu və Rus qadını. Stansiya gözətçisi. Kimdir? Mumya, Ayşiş. Bir şey. Burada tamam. Hamısı şeydir. Bir rəssamın əli işidir da yəqin ki. Alapagalar çək. Aha. Burada maraqlıdır qızlar. Ama biraz oturaq mı? Ama oturabilir ya, hem de xalça var. Nə bilim. Orada kim var? Bilmirəm. Heydər Əli var. Heydər Əli Heydər Əliyev vəfat eləyib, Rasim. hara gedib? Vəfat eləyib də o da. Getdi. Ha, bura lifti. Buranın rəngi liflər. Buranın rəngi. Quruyub, quruyub. Ha, başa düşdüm. Sağ ol. Nə deyil? Buradan düşərin giriş nöqtəsine. Sonra bey qapısı. Harda? Burada saxta nə var? Maşınlar. Maşınlar. Sarım gəlin musiqisi ilə. Burada da musiqi alətləri var. Tolerantlık diyarı. Allah! Kitaplar var. Çək də. Tarixi
kitablardır, tarixi alətlərdir. Talmud. Bibliya ərəb dilində elə. Quran, kağız parça. Quran. Gəl bura, əl vurma, ey. Quran. Tamam, olmaz. Gəl. Ha, gəl görüm, gəl görüm. Hı. Hı. Asın, asın. Qanun. Asın, asın. Baxın da. Aa, el bax. İnsan altında Sana gəldi. Süper, bunun haqqında süper danışmalısın. Özür sən də. Saf ceketine yazılsa soruşun. Alt yazı İngilizce görə görə biləcəyik. YouTube'da müsait paylaş bunu. Bura gəl, bura gəl. Ne olacaq? Dur altında dur. Qabağa gəl, qabağa. Kaba gel. Oyna, oyna. Ne kaç oynamak bu? Sarsma. Aferin. Gel. Maraqlıdır qızlar. Bunları hər birinin altında duranda, hansın ki altında durursunuz, həmin musiqi alətinin səsi çıxır. Çox maraqlı idi bura. Yəni uşaqlarla gələ bilərsiniz. Bu arada veteran ailəsi sizsə endirim olur. Yoldaşım 2 manata daxil oldu bura. Yəni yoldaşım özünə endirimdir. Bizə yox. Bunlar da milli paltarlar. Qarabağ paltarı, Qazaq, Quba, Qubalların paltarı, Gəncəllərin. Bu da qızlar qədimi pullardır. Maraqlıdır. Maşında başlıqda. Yox, da. Bağlayıb. Yox, elə əl deyəməyəm. Çox maraqlıdır. Mən çox bəyəndim Eliş buranı. Carol Furman. Hep aynı. Oha, bak. The clock of history was ticking slow in those regions. Africa broke half of the street organized. Ana. Burada Heydər Əliyevin həyat və yaradıcılığıdır deyəsən. Biraz o tarafa. Buranın şey. 1969, 1944. Oradan kim ya? O Ermeniler o vaxt bizim Tarix. pisdir ha. Azərbaycan xəritəsidir Asim. Elə Heydər Əliyevin maşını olub. Orada baxın prezident maşınlarıdır bunlar. Kesin. Çıx burada. Abas çıx. Çıx atın, çıx ora girin.
Bu maşındır baxın. Mənə baxın ikimizdə. Maşınlara toxunmaq, əl vurmaq olmaz. Bir də ağ şeylərin üstünə çıxmaq olmaz. Yaxşı? Başa düşdünüz məni? Səl. Həqiqətən. Yemək olmaz, olmaz. İcazə verirlər, ya olmaz. Bax, bizəyə bax. Qəribə maşınlardır. Ford Snow Mobil, qardakı mobil maşındır, qarlı fizək maşını. Qızlar maşınlara bax. Chrysler. Naxçıvanda bunu görürsünüz siz. Bura gəlin. Oydanın gözəldirlər Eliş. Bu qəşəngdir. Eliş, bura bax. Avtobusa. Gördüm. Raşinə nə gözəldir bunlar. Qızlar neydi? Qızlar burada 15 manat idi buranın sərgisi. Amma dəyər. Əl vurmaq falan olmaz, amma sevənlər varsa gəlib baxa bilər. Mən çox bəyənirəm belə klassik maşınları. Buna baxın, aydım far parıldayır. Çox qəşəngdir, onlara baxın. Çox sevirəm. Mən hətta toyumuz olanda çox istəyirdim ki, bizim ay buna bax, boş-boşdur bu. Eliş ona bax, o nə gözəldir. Ay Allah. Gələm. Volkswagen. Eliş buna bax. Ne qəşəngdir. Baxdım hə, buna baxın. Ay, ulan ne güzel. Oo, buna bak. Buna bak, buna. Bu qəşəngdir. Ayda. Oy, Eliş o. Nədir bunun adı? Gaz. Gaz 21 Volga. Volgadır, Volga. Qara Volga'da. Oo, buna bak. Oyda. Ay, bu da geçeydi. Ürəyim getdi. Çok merak. Ferrari. Testarossa. Merak. Ay bu da geçerli kızlar. Heyif icazə vermələrsə tam açarda oturardı içində. Özümü bir nostalji hiss eləyərdim. Ay dayı, bunlar ne güzeldi. Dayanırlar ki. 2 nəfərliydi. Yavaş. Olmaz, dur. Dur. Gördünüz? Olmaz. Abbas dur. Gel. Gəlin. Eləmə. Gəl. Bu faytondur da at daşıyır.